Hamıya salam. Bugünkü videoda ikinci qruplar üçün olan 20 sınaq toplusundan birinci sınağın izahını paylaşacağım. Başlayaq sualların izahına. Birinci sual. Mərkəzi O nöqtəsində olan çevrədə BO BC-yə bərabərdir. Bunların qiyməti 3 olarsa, BC qövsünün uzunluğunu tapın. O və C nöqtələrini birləşdirsək, burada bərabər tərəfli üçbucaq alınır. Çünki BO və OC radiusdur. BC də bunlara bərabərdir. Deməli, bu da radius olur. Və buradan OCB üçbucağı bərabər tərəfli üçbucaq olur. Və biz bilirik ki, bərabər tərəfli üçbucağın bir daxili bucağı 60 dərəcə olur. BC qövsünün uzunluğunu tapmaq üçün bizə radiusun qiyməti lazımdır. 3-ə bərabərdir və mərkəzi bucağın dərəcə ölçüsü 60-a bərabər olur. Onda L bərabərdir. Pi r alfa bölünsün 180 düsturuna əsasən hesablamaq olar. Pi vurulsun 3 vurulsun 60 bölünsün 180. Bunlar ixtisar edir, yerdə qalır pi. Doğru cavab A variantı. İkinci sual. ABC ədədlərini müqayisə edin. Gəlin bu ədədləri alt-alta yazaq. İlk öncə A ədədini yazaq. 3, 4, 56 isə dövrdədir. Bu formada yazmaq olar. İndi B ədədini yazaq. 3 tam dövürdə 456. C ədədi isə 3 tam %45 dövürdə 6. Buradan yazaq. İndi isə müqayisə edək. Birinci sıradakı ədədlərin hamısı bir-birinə bərabərdir. İkinci və üçüncü sıradakı ədədlər də bərabərdir. Hətta dördüncü sıradakı ədədlər də bərabər olur. Biz baxaq 5-ci sıraya, yəni bu sıraya. Burada A, B, C ədədləridir. Burada ən kiçik ədəd 4-dür. 4 B-yə aiddir. Daha sonra 5 gəlir, yəni A. Ən böyük isə C-yə aiddir. Deməli, ədədlərin müqayisəsi bu şəkildə olacaq. B kiçikdir, A kiçikdir, C. Doğru cavab A variantı. Üçüncü sual. A və B ədədləri verilib və AB ədədinin tərtibi bu ədədin qiymətli hissəsindən 4 dəfə böyük olarsa, N-i tapmaq tələb olunur. İlk öncə A ədədini standart şəkildə yazaq. A bərabərdir. 1,4 vurulsun 10 üstündə 6. B ədədi də verilib 5 vurulsun 10 üstündə N. İndi A vur B hasilini yazaq. A vur B bərabərdir. 1,4 vurulsun 5. Yəni 7 vurulsun 10 üstündə. Burada 6, burada N-dir. 6 üstəgəl N. Bu ədədin tərtibi qiymətli hissəsindən 4 dəfə böyükdür. Qiymətli hissə 7-dir. 7-ni vururuq 4-ə bərabərdir ədədin tərtibinə. Yəni 6 üstəgəl N-ə. 7 vur 4 28 edər. Onda N bərabər olur 28 çıxılsın 6. Yəni 22-yə. Doğru cavab C variantı. Dördüncü sual. AB, CD, YF xətləri bir-birinə paraleldir. Bucaq ABF 130 dərəcə, bucaq YCD 120 dərəcə olarsa, bucaq CKF-i tapın. İlk öncə bu hissəyə baxaq. Əgər bu bucaq 130 dərəcədirsə, onda bu bucaq olacaq 50 dərəcə. Çünki bunlar daxili bir tərəfli bucaqlardır və bunların dərəcə ölçüsünün cəmi 180 dərəcə bərabər olur. Daha sonra bura baxaq. Əgər bura 120 dərəcədirsə, onda bura olacaq 60 dərəcə. Çünki bunların da cəmi 180 eləməlidir. İndi YKF üçbucağına baxaq. Bu bucaq həmin bu üçbucağın bir xarici bucağıdır. Və biz bilirik ki, üçbucağın hər hansı bir xarici bucağı ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Deməli, bu bucağın dərəcə ölçüsü bərabər olacaq 60 ilə 50-nin cəminə, yəni 110 dərəcəyə. 5-ci sual. AB ortaq sadə vuruqlara olmayan natural ədədlərdir və bu bərabərliyə əsasən AB hasilini tapmaq tələb olunur. A və B ədədlərinin ortaq sadə vuruqları yoxdursa, deməli bunlar qarşılıqlı sadə ədədlərdir. Digər tərəfdən 3 və 4-ün də ortaq sadə vuruğu olmadığına görə, əkop 3A, 4B ifadəsinin qiyməti bunların hasilinə bərabər olacaq.
Çünki həm A və B qarşılıqlı sadədir, həm də 3 və 4 qarşılıqlı sadə ədədlər olur. 3A vurulsun 4B, yəni 12AB. Digər tərəfdən bu ifadədə 4-ü mötərizə xaricinə çıxardaq. Yəni 4 vurulsun əbob 2AB. Burada da A və B qarşılıqlı sadə ədədlərdir və 2 ilə 1 də qarşılıqlı sadə ədədlərdir. Deməli, 2A ilə B ədədi qarşılıqlı sadə ədədlər olur və qarşılıqlı sadə ədədlərin də əbobu 1-ə bərabər olur. İndi bu bərabərliyi yenidən yazaq. 12AB bərabərdir 72 vurulsun 4 vurulsun 1. Hər tərəfi 12-yə bölürük 6. AB-nin qiyməti olur 6 vur 4, 24. Doğru cavab D variantı. 6-cı sual. AB CD paraleldir, AF Dİ-yə paraleldir, AB BC-yə bərabərdir və bucaq CD'yə 100 dərəcə olarsa, bucaq ABC'ni tapın. İlk öncə C nöqtəsindən DY-yə paralel bir xətt çəkək. Bura 100 dərəcədirsə, bura olacaq 80 dərəcə. Çünki bunlar daxili bir tərəfli bucaqlar olur. Digər tərəfdən AB düz xətti CD düz xəttinə paralel olduğuna görə bu bucaqla bu bucaq bir-birinə bərabər olur. Daxili çarpaz bucaqlar olduğuna görə. Bura alfadırsa, burada alfa olur. İndi A və C nöqtələrini birləşdirək. Burada ABC bərabər yanlı üç bucağı alınır. Çünki şərtdə AB-nin BC-yə bərabər olduğu verilmişdir. İndi bucaqlara əsasən belə bir bərabərlik yazaq. Bucaq A üstəgəl alfa bərabərdir onlara qonşu olmayan xarici bucağın dərəcə ölçüsünə, yəni alfa üstəgəl 80. Alfalar islah olur. Deməli, bucaq A 80 dərəcəyə bərabər olur. Bura oldu 80 dərəcə. Bərabər yanlı olduğuna görə burada 80 dərəcə olur. Bizdən bucaq ABC-ni, yəni alfanın qiymətini soruşur. 80-80 cəmi 160 edər. 180-dən də 160 çıxanda alfanın dərəcə ölçüsü olacaq 20 dərəcə. Doğru cavab B variantı. 7-ci sual. A və B məntəqələrindən eyni anda qarşı-qarşıya 2 avtomobil yola düşdü. Bu yolu birinci avtomobil 8 saata, ikinci avtomobil 6 saata gedir. Avtomobillər hərəkətə başlayandan 2 saat sonra onlar arasındakı məsafə bütün yolun hansı hissəsini təşkil edir? Birinci avtomobil bu yolu 8 saata gedirsə, 2 saata bu yolun 8-də 2 hissəsini gedəcək. Çünki bütün yolu 8 saata gedir. 2 saatdan sonra isə yolun 8-də 2 hissəsini getmiş olacaq. İndi ikinci avtomobil üçün yazaq. İkinci avtomobil bütün yolu 6 saata gedirsə, 2 saata bu yolun 6-dan 2 hissəsini gedəcək. Deməli, 2 saatdan sonra birinci avtomobil 8-də 2 qədər, ikinci avtomobil 6-da 2 qədər yol gedir. İndi bu 2 məsafəni toplayaq. 8-də 2 üstəgəl 6-da 2. 4-də 1 üstəgəl 3-də 1 bərabər olur 12-də 7-yə. 2 avtomobil bir yerdə yolun 12-də 7 hissəsini gedib. Bizdən isə onlar arasındakı məsafənin nə qədər olduğunu soruşur. Əgər 12-də 7 hissəsini gediblərsə, deməli onlar arasında qalan məsafəni tapmaq üçün tamdan 12-də 7-ni çıxmaq lazımdır. Deməli, onlar arasında bütün yolun 12-də 5 hissəsi qalır. 8-ci sual. AB natural ədədləri üçün əbob AB 6-dır. A bölü B kəsirinin surətinə 12, məxrəcinə 21 əlavə etdikdə kəsirin qiyməti dəyişməzsə, əkob AB-ni tapın. Gəlin, A-ya 6K, B-yə isə 6Z deyək. Və A bölü B kəsirini yazaq. A bölü B kəsiri olacaq 6K bölünsün 6Z. İndi bu kəsirin surətinə 12 əlavə edək. Məxrəcinə isə 21 əlavə edək. Nəticədə kəsirin qiyməti dəyişmir, yəni olduğu kimi qalır. 6K bölünsün 6Z. 6-ları ixtisara apara bilərik. Yerdə qalan tənasübü çarpaz vurub həll eləyək.
6kz üstəgəl 12z bərabərdir 6kz üstəgəl 21k. Bunlar islah olur. Yerdə qalır 12z bərabərdir 21k'ya. Hər tərəfi 3'ə bölək. 4z bərabər olur 7k'ya. Buradan görünür ki, z'in qiyməti 7 olur, k'nın qiyməti isə 4 olur. İndi əköb AB-ni hesablayaq. A-da da B-də də ortaq olan 6 var. Bu 6-nı mütərizə xaricdən çıxardaq. Yerdə qalır əköb K, Z. K və Z-in qiymətini tapdıq ki, 4 və 7 idi. K və Z-in, yəni 4 və 7-nin əkəbi olur 28. 6-nı da 28-ə vuranda doğru cavab olur 168. Yəni Y variantı. 9-cu sual. Mərkəzi O nöqtəsində olan çevrədə B-yə toxunan, AC kəsən və bucaq CAY 120 dərəcə olarsa, bucaq ACB-ni tapın. Bura 120 dərəcədir. Bizdən buranın qiymətini soruşur. İlk öncə O və B nöqtələrini birləşdirək. Belə bir radius çəkək. Şərtdə qeyd olunmuşdu ki, B-yə toxunandır. Deməli, bura olur 90 dərəcə. Digər tərəfdən OC də, OB də radiusdur. Deməli, bunlar bir-birinə bərabərdirsə, bucaqlar da bir-birinə bərabər olur. Bu 120 dərəcəli bucaq AOB üçbucağının xarici bucağıdır. Əgər bura 90 dərəcədirsə, buranın qiyməti olacaq 30 dərəcə. Çünki bu iki daxili bucağın cəmi 120 dərəcə bərabər olmalıdır. Bura oldu 30 dərəcə. Bu bucaq isə OBC üçbucağının xarici bucağıdır. Yəni bununla bunun cəminə bərabər olur. Bu iki bucaq da bir-birinə bərabərdirsə, onda hər birinin qiyməti olacaq 15 dərəcə. Bizdən də bucaq ACB-nin qiymətini soruşurdu. Doğru cavab olur A variantı. 10-cu sual. Alfa və beta irrasional ədədlər. Alfa çıxılsın beta sıfırdan fərqli rasional ədəd olarsa, ifadələrdən hansı irrasional ədəd olar? Birinciyə baxaq. 3 alfa çıxılsın 3 beta çıxılsın beta. Bu ifadədən 3'ü ortaq çıxardaq. 3 alfa çıx beta çıx beta. Şərtdə qeyd olunmuşdu ki, alfa çıx beta rasional ədəddir. 3'ü rasional ədədə vuranda bu ifadənin qiyməti olur rasional ədəd. Hər hansı bir rasional ədəddən də irrasional ədədi çıxanda cavab irrasional ədəd alınır. Deməli, birincinin cavabı irrasional ədəd olar. İkinciyə baxaq. İkincidə də mötərizənin içərisindəki ifadənin məxrəcini bərabərləşdirib yazaq. Alfa, beta vurulsun. Ortaq məxrəc olur alfa, beta. 2 beta çıxılsın 2 alfa bərabərdir. Bunlar ixtisar gedir. 2 beta çıxılsın 2 alfadan 2-ni mötərizə xaricdən çıxarsaq olacaq beta çıx alfa. Əgər alfa çıx beta rasional ədəddirsə, onda beta çıx alfa da bunun əksi olan rasional ədəd olacaq. Rasional ədədi də 2-yə vuranda cavab yenə də rasional ədəd alınır. Deməli, ikinci cavabı seçmirik. Üçüncüyə baxaq. Üçüncüdə də eyni ilə ikincidə etdiyimizi edirik. Ortaq məxrəcə gətirək. Alfa, beta vurulsun. Ortaq məxrəc olur alfa, beta. Surətdə olacaq 3 beta üstəgəl 3 alfa. Bunlar ixtisar gedir. 3'ü mötərizə xaricdən çıxarsaq, olur alfa üstəgəl beta. 2 irrasional ədədin fərqi sıfırdan fərqli rasional ədəddirsə, deməli bu irrasional ədədləri toplayanda cavab mütləq irrasional ədəd alınır. İrrasional ədədi də 3'ə vuranda irrasional ədəd alınır. Deməli, 1, 3 doğru cavab olur. 11-ci sual. A ədədi 1-200 aralığında yerləşən natural ədəd və əbob A96 16 olarsa, A neçə fərqli qiymət ala bilər? A-nı 16K şəklində yazaq. Və bu A ədədi 1 ilə 200 arasında yerləşir. Digər tərəfdən 96-nı 16 vur, 2 vur, 3 şəklində yazaq. 16 onsuz da ortaq idi.
Deməli, K ədədini elə seçməliyik ki, həmin K ədədinin daxilində 2 və 3 olmasın. K ola bilər 1, 2 ola bilməz, 3 ola bilməz, 4 də ola bilməz, çünki 4 2-yə bölünür. 5 ola bilər, 6 ola bilməz, 7 ola bilər, 8, 9, 10 ola bilməz, 11 ola bilər. Bundan sonra isə 13 gəlir. Amma K-nın yerinə 13 yaza bilmərik, çünki 16-nı 13-ə vuranda 200-dən böyük ədəd alınır. Bizə isə 1 və 200 aralığında yerləşməsi lazımdır. Deməli, K-nın yerinə 1, 5, 7 və 11 yazmaq olar. Və uyğun olaraq 16-nı da bu 4 ədədə vursaq, A-nın 4 fərqli qiymətini tapmış olarıq. Doğru cavab B variantı. 12-ci sual. Mərkəzi O nöqtəsində olan çevrədə AB, AC və YF toxunanlardır. AF 12, AY parçasının uzunluğu CF parçasından 4% böyük olarsa, DY-ni tapın. Bura 12-dir. CF parçasının uzunluğuna x yazsaq, AY parçasının uzunluğu olacaq x üstəgəl 4. DY parçasını A yazaq. BY parçası da A-ya bərabər olur, çünki ikisi də toxunandır və toxunanlar bir-birinə bərabər olur. Digər tərəfdən AC ilə AB-də toxunandır, deməli bunların uzunluqları bir-birinə bərabər olmalıdır. X üstəgəl 12 bərabər olmalıdır A üstəgəl x üstəgəl 4-ə. X-lər islah olur. A-nın qiyməti olur 12 çıx 4, 8. Bura 8 isə, burada 8 olur. Deməli, doğru cavab olur D variantı. 13-cü sual. Bu ifadənin qiyməti A-ya bərabərdir. Bizdən bu cəmi A ilə ifadə etmək tələb olunur. Gəlin, bu cəmə x yazaq. Bu x-i biz 5-ə vursaq, 5x bərabər olacaq 7-də 5, üstəgəl 9-da 5, üstəgəl 11-də 5. Daha sonra bu cəm ilə bunu toplasaq, yəni 5x-in üzərinə A gəlsək, 7-də 5, üstəgəl 7-də 2. Olacaq 7-də 7, cəm olacaq 1. 9-da 5, üstəgəl 9-da 4. Olacaq 1. 11-də 5, üstəgəl 11-də 6 olacaq 1. Deməli, 5x üstəgəl A ifadəsinin qiyməti olacaq 3. Bizdən x-i tapmaq tələb olunur. X bərabərdir 3 çıxılsın A bölünsün 5. Doğru cavab olur A variantı. Bu tipli suallarda bu cəmi elə ədədə vurmaq lazımdır ki, həmin ədədlə bunu toplayanda tam ədəd alınsın. Yəni bu sualları bu cür həll etmək olar. 14-cü sual. ABC həqiqi ədədlər üçün bu bərabərsizliklər verilib. ABC-nin işarəsini müəyyən edin. İlk öncə birinci bərabərsizliyə baxaq. Modulda A-nın qiyməti həmişə müsbət olur. B kvadratının da qiyməti müsbət olur. Əgər bu ifadənin qiyməti mənfidirsə, deməli C-nin qiyməti mənfi olub. Y variantını çıxırıq. C-nin qiyməti mənfidirsə, kubunun da qiyməti mənfi olur. A üstündə 4-ün qiyməti həmişə müsbət olur. Deməli, B-nin qiyməti də mənfi olub ki, mənfini mənfiyə vuranda cavab müsbət alınıb. B-nin qiyməti olur mənfi. A və C variantlarını da çıxırıq. İndi üçüncüyə baxaq. B-nin qiyməti mənfidir, C-nin də qiyməti mənfidir. Mənfini mənfiyə vuranda müsbət edər. İfadənin qiyməti müsbətdir, deməli A-nın da qiyməti müsbət olub. Doğru cavab B variantı. 15-ci sual. AB və C düz xətləri K nöqtəsində kəsişirlər. Bu bərabərlik verilib. Bucaq BKS-ni tapmaq tələb olunur. Yəni bu bucaq. Gəlin, bu bərabərliyi K-ya bərabər edək. Və yenidən yazaq. Bucaq AKB-nin qiyməti olacaq 2K. Bucaq YKF-in qiyməti olacaq 3K. Bura yazıram 3K. Bucaq SKD-nin qiyməti olacaq 4K. Bunu şəkildə qeyd edək. AKB-nin qiyməti oldu 2K. Bura olur 2K. YKF-in qiyməti olur 3K. SKD-nin qiyməti olur 4K.
Bu düz xətlər K nöqtəsində kəsişirlər. Deməli, bu bucaqla bu bucaq qarşılıqlı bucaqlar olur və dərəcə ölçüləri bir-birinə bərabər olur. Digər tərəfdən A düz xətti açıq bucaq əmələ gətirir. Yəni, bu üç bucağın cəmini toplayıb 180-ə bərabər eləsək, K-nın qiymətini taparıq. 2K, 3K, 4K. Cəmi olur 9K, bərabərdir 180. K bərabər olur 20-yə. Bucaq BKS-nin qiyməti 3K idi. 3-ü vururuq 20-yə. Doğru cavab olur 60. 16-cı sual. A-nın hansı ən kiçik qiymətində bu ədəd 6-ya qalıqsız bölünər? Hər hansı bir ədədin 6-ya qalıqsız bölünməsi üçün bu ədəd həm 2-yə, həm də 3-ə qalıqsız bölünməlidir. Sonu 2 ilə bitdiyinə görə avtomatik 2-yə qalıqsız bölünür. İndi A-nı elə seçməliyik ki, cəm 3-ə bölünsün. 5 üstəgəl 2A üstəgəl 2. Yəni 7 üstəgəl 2A cəmi 3-ə bölünməlidir. Bu cəmin ən kiçik qiyməti 9 ola bilər. 2A-nın qiyməti olur 2, A-nın qiyməti olur 1. Deməli, A-nın ən kiçik 1 qiymətində bu ədəd 6-ya qalıqsız bölünər. 17-ci sual. AB və CD paralel düz xətlərdir. CF YF-ə perpendikulyardır. Bucaq BYF 140 dərəcə olarsa, bucaq AKD-ni tapın. İlk öncə A və D düz xətlərini uzadaq. İndi isə paralelliyə əsasən bucaqları qeyd edək. İlk öncə bura baxaq. Bu düz xətlə bu düz xət paraleldir. Bura 140 dərəcədirsə, buranın qiyməti olur 40 dərəcə. İndi isə bu düz xətlə bu düz xəttə baxaq. Bura 90 dərəcədirsə, onda buranın da qiyməti 90 olur. Çünki daxili bir tərəfli bucaqlar olur. Bu bucaqlar. İndi burada yaranan kiçik düz bucaqlı üç bucağa baxaq. Bura 90-dır, bura 40-dır. Deməli, buranın qiyməti olacaq 50 dərəcə. Digər tərəfdən A və D düz xətləri bu nöqtədə kəsişirlər. Deməli, bu bucaqla bu bucaq qarşılıqlı bucaqlar olur. Yəni, buranın da qiyməti olur 50 dərəcə. Deməli, doğru cavab C variantı. 18-ci sual. Radiusu 18 olan çevrədə AMC qövsünün uzunluğunu tapın. İlk öncə AMC qövsünün söykəndiyi mərkəzi bucağın dərəcə ölçüsünü bilmək lazımdır. Əgər bura 40-dırsa, daxilə çəkilmiş bucaq. Deməli, mərkəzi bucaq olacaq 80 dərəcə. İndi uzunluğu hesablayaq. Pi r alfa bölünsün 180 düsturuna görə. Pi vurulsun 18 vurulsun 80 bölünsün 180. Bunlar ixtisar gedir. Yerdə qalır 8 pi. Doğru cavab A variantı. 19-cu sual. 3m üstəgəl 7n ilə 7m üstəgəl 3n qarşılıqlı sadə ədədlərdir və bu tənasüb verilib. M üstəgəl n cəmini tapın. İlk öncə 58 ilə 82-ni ixtisar edək. Burada qalır 29, burada qalır 41. 29 ilə 41 qarşılıqlı sadə ədədlərdir. Deməli, bu ifadə 29-a, bu ifadə isə 41-ə bərabər olur. İndi bunu tənliklər sistemi şəklində yazaq. 3m üstəgəl 7n bərabərdir 29-a. 7m üstəgəl 3n bərabər olur 41-ə. Bu tənlikləri tərəf-tərəfə toplayaq. 10m üstəgəl 10n bərabər olur 29 üstəgəl 41. Yəni 70-ə. Hər tərəfi 10-a bölək. M üstəgəl n cəmi olur 7. Doğru cavab Y variantı. 20-ci sual. 0,2 dövrdə 7 sonsuz dövrü onluq kəsrini adi kəsir şəklində göstərin. Mötərizənin içərisindəki rəqəmlərin sayı qədər məxrəcə 9 yazırıq. Mötərizəyə qədər olan ədədlərin sayı qədər isə 0 yazırıq. Daha sonra surətdə 27 çıxılsın, mötərizəyə qədər olan ədəd yazırıq. Çıxılsın 2. 25 bölü 90. Hər tərəfi 5-ə bölsək,
18-də 5. 21-ci sual. Mərkəzi O nöqtəsində olan çevrədə bucaq ASB 48 dərəcə olarsa, bucaq BAO-nu tapın. Bura 48-dir. Buranın qiymətini soruşur. Daxilə çəkilmiş bucaq 48-dirsə, onda mərkəzi bucaq olacaq 96 dərəcə. Digər tərəfdən AOB üçbucağı bərabər yanlı üçbucaqdır. Deməli, bu iki bucaq bir-birinə bərabər olur. Oturacağa bitişik bucaqları tapmaq üçün isə 180-dən 96-nı çıxıb 2-yə bölmək lazımdır. 84 bölü 2 cavab olur 42 dərəcə. 22-ci sual ifadənin qiymətini hesablayın. Buradan 2 vergülü sağa ataq. Yuxarıda da 2 vergülü sağa ataq. 320 bölünsün 16. 320 böl 16. Çıxılsın. Burada da vergülü 2 dənə sağa atdıq. Burada da 2 dənə sağa ataq. Mənfi 120 bölünsün 6. Üstəgəl 2 vergülü atdıq. Yuxarıda da 2 vergülü sağa gətirək. 180 bölünsün 45. Bölünsün. Burada da vergülü 2 vahid sağa gətirək. Burada da 36 bölünsün 60. Vur. Bu qarışıq ədədi düzgün olmayan kəsr şəklində yazaq. Məxrəcdə 3, surətdə 6 vur 3, 18 üstəgəl 2, 20. Çıxılsın. Vergülü 2 vahid sağa ataq. Buradan da 125 bölünsün 25. Bu ifadənin qiymətini hesablayaq. 320 bölünsün 16. Olur 20. Çıxılsın. Mənfi 120 böl 6 olur mənfi 20. Üstəgəl 180 böl 45 olur 4. Bölünsün. 36 bölünsün 60. 6-ya bölək, 6-ya bölək 10. Burada qalır 10-da 6. Bu 10-la bu 20-ni ixtisar aparıq 2 qalır. 6 ilə 3-ü ixtisar aparırıq 2 qalır. 4 çıxılsın. 125-i də 25-ə böləndə 5 edər. Bərabərdir. 20 çıxılsın. Mənfi 16. Modulda olur 16. Bölünsün 4 çıx 5 mənfi 1. 20 çıx 16 4. 4 böl mənfi 1 mənfi 4. Deməli doğru cavab olur C variantı. 23-cü sual. 8 üstündə n vurulsun, 11 üstündə 5 ədədinin natural bölənlərinin sayı 60 olarsa, n-i tapın. 8 üstündə n-i 2 üstündə 3n şəklində yazaq, vurulsun 11 üstündə 5. Hər hansı bir ədədin natural bölənlərinin sayını tapmaq üçün üstlərin üstünə 1 gəlib, bir-birinə vururduq. Bu ifadənin qiyməti olur 60. 3n üstəgəl 1 bərabərdir 60 bölü 6 10. 3n bərabər olur 9-a, n-in qiyməti olur 3. 24-cü sual. Mərkəzi O nöqtəsində olan çevrədə AC AY-yə bərabərdir. Bucaq AYS 65 dərəcədir. Bucaq BAY 75 dərəcədir. Bura olur 75 dərəcə. Bucaq CDB-nin dərəcə ölçüsünü tapın. CDB. Buranın dərəcə ölçüsünü tapmaq tələb olunur. ASY üçbucağı bərabər yanlı üçbucaqdır. Bura 65-dirsə, buranın da dərəcə ölçüsü olur 65 dərəcə. Daha sonra bu təpə bucağının qiymətini tapaq. 180 çıxılsın 65 vur 2, 130. Bura olur 50 dərəcə. Bu iti bucağın dərəcə ölçüsü 50 oldu. Digər tərəfdən bura 50-dir, burada 75-dir. Buranın dərəcə ölçüsü olur 50 üstəgəl 75, 125 dərəcə. Fikir verirsək, görərik ki, ABCD dördbucaqlısının xaricinə çevrə çəkilib. Və belə bir qayda var ki, xaricinə çevrə çəkilmiş dördbucaqlının qarşı bucaqlarının cəmi 180 dərəcədir. Əgər bu bucağın dərəcə ölçüsü 125-dirsə, bu bucağın dərəcə ölçüsü olacaq 180 çıxılsın 125. Yəni 55 dərəcə. 25-ci sual. Şərti olaraq adları A, B, C, D, Y və F olan 6 nəfərin yaşlarının ədəd ortası 44-dür.
ABDY F'in yaşlarının ədədi ortası 47 olarsa, C'nin neçə yaşı olar? İlk öncə bu 6 nəfərin yaşlarının cəmini hesablayaq. Bunun üçün 44'ü 6'ya vurmaq lazımdır. Olur 264. Daha sonra bu 5 nəfərin yaşlarının cəmini hesablayaq. Olacaq 47 vurulsun 5. Bu da olur 235. Daha sonra 6 nəfərin yaşından 5 nəfərin yaşları cəmini çıxsa, C'nin yaşını taparıq. 264 çıxılsın 235. Doğru cavab olur 29. 26-cı sual. A-nın hansı müsbət qiymətində bu bərabərlik doğru olar? 1 çıxılsın 2-də 1. Olur 2-də 1. 1 çıxılsın 3-də 1. Olur 3-də 2. 1 çıxılsın 4'də 1. Olur 4'də 3. Vurulsun. 1 çıxılsın 100'də 1. Olur 100'də 99. Bərabərdir 1 böl A-nın kvadratına. Bunlar ixtisar edir. Bu 4 ilə buradakı 4 və bu 99'la əvvəlki kəsrin məxrəcindəki 99 ixtisar edir. 1 böl A kvadratı bərabər olur 1 bölünsün 100'ə. Bizdən A-nın müsbət qiymətini soruşur. A kvadratı 100'ə bərabərdir. A-nın qiyməti olur müsbət mənfi 10. Deməli, A-nın müsbət qiyməti olur 10. 27-ci sual. A və B düz xətləri paralel və C kəsən olarsa uyğunluğu müəyyən edin. Bura betadırsa, burada olur beta. Şəkildən görünür ki, alfa üstəgəl beta cəmi 180'ə bərabər olur. İndi variantlara əsasən yoxlayaq. Birinci, alfa bərabərdir 2 beta üstəgəl 30. 2 beta üstəgəl 30 üstəgəl beta bərabərdir 180 dərəcəyə. 3 beta bərabərdir 150. Betanın qiyməti olur 50 dərəcə. Alfa olur 130. Alfa 130'dur. Yəni 1'ə gedir B. Betanın qiyməti isə olur 50 dərəcə və bu qeyd olunmuyub. İndi ikinci üçün yazaq. Alfanın qiyməti 3 beta çıx 40'dır. 3 beta çıx 40 üstəgəl beta bərabərdir 180 dərəcəyə. 4 beta bərabərdir 220 dərəcə. Betanın qiyməti olur 55 dərəcə. 2'yə gedir E variantı. Alfanın qiyməti isə 125 dərəcə olur. İkinciyə gedir A və Y variantı. Üçüncüyə baxaq. Alfanın qiyməti olur 20 üstəgəl 3 beta. 3 betanı keçirdik sağ tərəfə. 20 üstəgəl 3 beta üstəgəl beta bərabərdir 180 dərəcə. 4 beta bərabər olur 160. Beta bərabər olur 40'a. Alfa bərabər olur 140'a. Deməli, üçüncüyə də gedir C variantı. Doğru cavab oldu 1'ə B, 2'ə AY, 3'ə C. İndi isə situasiya çalışmasına baxaq. Bağdakı ağacları suvarmaq üçün ABCD düzbucaqlı torpaq sahəsinin daxilində aralarındakı ən qısa məsafə 2 metr olmaqla səthi dairəvi olan 2 bərabər radiuslu hovuz qurulmuşdur. Hər bir hovuzun düzbucaqlı torpaq sahəsinin enindən ən qısa məsafəsi 3 metr, uzunluğundan olan ən qısa məsafəsi isə 4 metrdir. Hovuzları işıqlandırmaq üçün hər hovuzun çevrəsi boyunca aralarındakı məsafə bərabər olan 6 işıq dirəyi bərkidilmişdir. 2 ardıcıl işıq dirəyi arasındakı ən qısa məsafə 12 metrdir. Bağa ümumi sayı 120 olan alma, heyva və nar ağacları əkilmişdir. İndi keçək suallara. 28-ci sual. Bir hovuzun çevrəsinin uzunluğunu tapın. Hovuzun çevrəsinin uzunluğunu tapmaq üçün işıq dirəklərindən istifadə etmək lazımdır. Ümumilikdə 6 işıq dirəyi bərkidilib hər hovuzun çevrəsi boyunca. Bunu təsvir edək. 1, 2, 3, 4, 5, 6. 2 ardıcıl işıq dirəyi arasındakı ən qısa məsafə 12'dir. Bura 12'dir.
Bu xətləri birləşdirsək, burada 6 bərabər bucaq alınacaq. 360-ı 6-ya böləndə bir dənə mərkəzi bucağın qiyməti olur 60 dərəcə. Təpə bucağı 60 dərəcədir. Digər tərəfdən isə bu həm də bərabər yanlı üçbucaqdır. Deməli, bərabər tərəfli üçbucaq əmələ gəlir. Buranın uzunluğu 12 idisə, çevrənin radiusunun da uzunluğu 12 olur. Deməli, radiusun uzunluğunu tapdıq 12. Bizdən çevrənin uzunluğunu soruşur. L bərabərdir 2 pi r. Çevrənin uzunluğu olur 24 pi. 29-cu sual. ABCD düzbucaqlısının perimetri boyunca aralarındakı məsafələr bərabər olan və bütün künc nöqtələrdə dirək olmaqla əlavə dirəklər bərkidilərsə, bu dirəklər arasındakı məsafə ən çoxu neçə metr olar? İlk öncə ABCD düzbucaqlısının tərəflərini tapaq. Düzbucaqlının uzunluğu olur 12, 12, 24, 2 dənə belə çevrə olduğuna görə 48, üstəgəl aralarındakı məsafə 3, 2, 3, 8. Deməli, düzbucaqlının uzunluğu olur 56. İndi n-ni hesablayaq. N-də də bir çevrənin diametri 24, 24 üstəgəl 8 olur 32. Uzunluq oldu 56, n oldu 32. İndi bu dirəklər elə bastırılmalıdır ki, aralarındakı məsafə ən çox olsun. Deməli, biz 32 və 56 ədədlərinin əbobunu tapmalıyıq ki, bu dirəklər arasında ən böyük məsafəni tapmış olaq. 32 və 56-nın əbobu olur 8. Deməli, bastırılan dirəklər arasındakı ən böyük məsafə 8 ola bilər. 30-cu sual. Bağa əkilən ağacların 12-də 5-i alma, qalanları isə heyva və nar ağaclarıdır. Heyva ağaclarının sayı nar ağaclarının sayından 24 ədəd çox olarsa, bağa əkilən heyva ağaclarının sayını tapın. Alma, heyva və nar. Ümumilikdə 120 ağac əkilib. Bunun 12-də 5-i almadır. 120-nin 12-də 5-i olur 50. Deməli, 50 dənə alma ağacı var. Heyva ağaclarının sayı nar ağaclarının sayından 24 ədəd çoxdur. Nar ağacının sayı olsun x, heyva ağacının sayı olsun 24 üstəgəl x. İndi bu tənliyi həll edək. 2x üstəgəl 24 üstəgəl 50 bərabərdir 120-yə. Ümumilikdə 120 ağac var. 2x üstəgəl 74 bərabərdir 120. 2x bərabərdir 46, x-in qiyməti olur 23. Bizdən heyva ağaclarının sayını soruşur. Heyva ağaclarının sayı isə 23 üstəgəl 24-ə bərabər olur. Doğru cavab olur 47.